Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi də əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər. Həqiqətən də Allaha şərik qoşan kimsəyə Allah cənnəti haram etmiş və onun sığınacağı yer oddur. Zalimlara kömək edən olmayacaqdır. Vay halına namaz qılanların, o şəxslərin ki, onlar namazlarında səhlənkardılar. Onlar riyakardılar və az bir şey verməkdən belə imtina edirlər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən. Sən ancaq qorxudub xəbərdar edənsən. Həqiqətən biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik.